Adımız dolaşdı bütün dünyanı, çoxdakı adımız qara yazıldı. Bizim şəhidlərin tökülən qanı Haqqın kitabında imzamız oldu. İndi isə gəlin şəhidləri bir dəqiqəlik sükutla yad edək. Allah rəhmət eləsin. 20-ci əsr tarixinə, insanlığa və bəşəriyyətə qarşı ən amansız və dəhşətli cinayətlərdən biri kimi düşmüş 20 yanvar faciəsindən 27 il keçir. 1990-cı il 19-dən 20-sinə keçən qanlı gecə xalqımızın taleyinə yazılmış, hər Azərbaycanlıların vətəndaşlıq yaddaşına əbədi iz buraxmışdır. Elə dəhşətli bir gecə ki, qara əllər millətimin boynuna sarıldı. Onu əzmək, alçatmaq istədi. Bəlkə o gecənin heç bir günahı yox idi. Azərbaycan xalqı əsrlər boyu qalbində yaşatdığı milli azadlıq və istiqlal istəyindən geri çəkilməyəcəyini, hətta canından belə keçəcəyinə hazır olduğunu bütün dünyaya nümayiş etdirdi. Əziz və hörmətli qonaqlar, gəlin şəhidlərimizin ruhunu yad etmək üçün öncə bir şeir parçasını dinləyək. Buyur Ramin, söz sənindir. Keşke Bakıda ol gözəl qanı görəydin. Asfalta yıxılmış necə cavanı görəydin. Əlində tutmuş əslaha şeytanı görəydin. Onda bilərdin ki, yetir canı şəhidlər. Bəzi ananın tək çırağı söndü axşam. Şəhidlər necə hizronla yandı axşam. Hesab edirəm ki, bugünkü müstəqil qüdrətli Azərbaycan xalqımızın ən böyük sərvətidir. Gəlin sözü 3 ay şagirdlərinə verək. Qatil gülləsinə qurban gedirkən üzünü sabaha dikdi şəhidlər. Üç rəngli bayrağı öz qanlarıyla vətən torpağını həkdi şəhidlər. Axına bax axına, şəhər dönüb dənizə. Odur çiyinlər üstə, neçə cənazə, göz yaşları içində son mənzilə yollanır. Qərənfillər qoynunda şəhər alışıb uyanır. Axın başalıb gedir. Axın başalıb gedir. Göylər yaman qarışıq, ağla qərənfil ağla. Səs gəlir qan qarışıq, ağla qərənfil ağla. Qəstimizə durdular, sinəmizdən vurdular. Günahsızdık qırdılar, 20 yanvar günü. Geriyə çəkilmədik, qorxu nədir bilmədik. Şəhid olduq, ölmədik, 20 yanvar günü. Neçə qəhrəman susturuldu həmin an. Həmin an küçələrdən axdı qan, 20 yanvar günü. Bəla var başımızda, dil açdı daşımızda. Qaldı yaddaşımızda 20 yanvar günü. 20 yanvarda o qanlı gündə əsarət ipini qırdı şəhidlər. Hüseyni nüfuzla qalxıb ayağa, zilləti izzətlə vurdu şəhidlər. Şəhidlik əbədi bir həyat demək. Şəhidlik əbədi saadət demək. Şəhidlik cihaddır, ibadət demək. Səf-səf ibadətə cumdu şəhidlər. Qərənfillər qoşadır, ikisi baş-başadır. Sizdən qalan günləri
qərənfillər yaşadı. Ağla qərənfil ağla. Qərənfil şəhid qanı. Ağla qərənfil ağla. Ağla illət meydanı. Ağla qərənfil ağla. Cavanlara qıydılar. Tanklar altda qoydular. Qanın içib doydular. Ağla qərənfil ağla. Bizim vəzifəmiz həmin günü sadəcə qeyd etməklə, şəhidlərin məzarını ziyarət etməklə kifayətlənmir. O faciənin yaranma səbəblərini, Azərbaycan xalqına nə qədər zərbə vurulduğunu bütün vasitələr ilə açmalıyıq. Buna görə də sözlü liseyimizin əziz və hörmətli müəllimi Bədəlova Sevdaya verək. Get-gedə 20 yanvar haqqında danışmaq bizim üçün çox çətin olur. Bu illərdə biz artıq 27 ildir ki, biz eyni sözləri, eyni ifadələri, eyni hadisələri deyirik, təkrarlayırıq. Mənim üçün, mənə elə gəlir ki, hal-hazırda bizim torpaqların alınma zamanı artıq yetişmişdir. Bizim torpaqlar geri qayıdarsa, bizim şəhidlərimiz öz məzarlarında sakit uyuyarlar. Və bu təkcə 20 yanvar şəhidləri deyil, bu 88-ci ildən bəri Topxana meşəsindən başlayaraq bizim deməli şəhidlərimiz fevral hadisələri, sonra 26 fevral Xocalı hadisələri, ondan sonra hal-hazırda bu dəqiqə bizim cəbhələrdə cavanlarımız vəfat edirlər, şəhidlik dərəcəsinə çatırlar. Bu nə vaxta qədər belə davam eləyəcək. Mən bunu, əgər bizim şəhidlərimiz, torpaqlarımız alınarsa, şəhidlərimiz öz məzarlarında sakit uyuyarlar. Uzun illərdir ki, Azərbaycan başqa yadelli ölkələrlə deməli, onların Azərbaycan torpağına, Azərbaycanın milli sərvətlərinə göz dikirlər. Hələ 19-cu əsrdə biz bilirik ki, 19-cu əsrin birinci yarısında İran və Azərbaycan, İran və Rusiya Azərbaycanın torpaqlarını zəbt etmiş və onları iki yerə bölmüşdü. Azərbaycanı iki yerə bölmüşdülər. Və bu Azərbaycan torpağına, Azərbaycan xalqına böyük bir zərbə vurmuşdu. Bunu yəni biz sonradan, yəni hamı bunu bilir ki, Azərbaycan parçalanmış və Azərbaycan kiçik bir ərazisi qalmışdı. Stalinin dövründə, yadınızdadırsa, 37-ci ildə Azərbaycan SSR-nin tərkibində ikən Azərbaycanla İran arasında sərhədlər bağlanmış və Azərbaycan xalqı iki yerə bölünmüş halda və öz ataları, anaları, bacıları bir-birindən ayırmışdılar. Bəlkə də siz bunu o qədər hiss eləmirsiniz. Mən bunu çox gözəl hiss edirəm və bunu mən öz uşaqlığımda, öz babam, nənəmin göz yaşlarında görmüşdüm. Onlar 50-60 il bunu gözlədilər ki, öz qohumları ilə görüşsünlər. Buna onlara qismət olmadı. Həmin adamlar vəfat elədilər və onların müstəqillik qazanandan sonra Cənubi Azərbaycandan onun qardaşı, babamın qardaşı gəlib, onun qəbrinin üstündə hansı hisslərlə ağladığını mən gördüm və onda bilirdim ki, təkcə biz yox, yəni Şimali Azərbaycan yox, Cənubi Azərbaycanda da bizim birləşmək üçün Azərbaycan qohumları, ataları, anaları görmək üçün hansı əziyyətləri çəkmişdilər. Bundan başqa bizim deməli Rusiya ömrü boyu, yəni həmişə Azərbaycanı, ermənilər Azərbaycanı yıxmaq üçün Azərbaycanda azadlıq hərəkatı baş qaldıran kimi Rusiya erməni oyuncağını ortaya atıb və bu ilə də Azərbaycanla ermənilər arasında müharibəni qızışdırmışdı. Bu hələ 5-ci ildə, 18-ci ildə, biz bilirik ki, bunların hamısı 18, hətta 88-ci ildən bəri bunlar davam edir. Siz özünüz bilirsiniz ki, 88-ci ildən bu tərəfə iş başlamışdı Topxana meşəsindən. Əvvəlcə əlbəyaxa döyüş, sonra yavaş-yavaş bir-biri ilə vuruşmaq, sonra isə silahla ermənilər, Azərbaycanlıları öz əbədi torpaqlarımızdan qovdular. Bundan sonra gəlib Azərbaycanlılar 90-cı illərdə Azərbaycanda milli azadlıq hərəkatı qalxanda bizim dövlətimizin başçıları, hansılar ki, dövləti idarə eləyə bilmirdilər, bunlar
öz böyük qardaşları SSR-nin başında oturan Qarbaçov kimlərə müraciət elədilər ki, Azərbaycanı xilas etmək lazımdır, Azərbaycanda milli hərəkat qalxır. Və onlar həmin bu 19-undan 20-sinə keçən gecə Azərbaycana ordu yeritdilər və Azərbaycan xalqı bu ordu yeridəndən sonra Azərbaycan xalqını qırdılar. Və Xalq Cəbhəsi deyilən bir qurum var idi ki, o da həmin o gecədə o cəmaatı əli yalın 20 yanvar hadisələrin vaxtı onları çıxartdılar və cəmaatı qırdılar. Bütün bunları yəni hamımız biz görmüşük, istəməzdik ki, bunlar bir də təkrarlansın. Və bu dövrdə Azərbaycan belə bir, bunu özünüz bilirsiniz ki, həmin bu dövrdə Azərbaycanda bütün ayrı-ayrı qurumlar yaranırdı, Azərbaycanı dağıtmaq istəyirdilər, dövlət kimi Azərbaycan parçalanmaq üzrə idi. Bu dövrdə bizə böyük bir lider lazım idi. Həmin lider Azərbaycanın böyük öndəri Heydər Əliyev oldu. Heydər Əliyev hakimiyyət başına gələndən sonra Azərbaycan yavaş-yavaş birləşdi, Azərbaycan inkişaf elədi, Azərbaycan böyük bir dövlətə çevrildi. Mənim ən böyük bir arzum var, bəlkə də siz də mənimlə razılaşarsınız ki, çünki bu həyat, bu neçə illərdə, 19-cu əsrdən bəri bizim Azərbaycanımız tikə-tikə, parça-parça, ora-bura paylanıb. Ən böyük arzum odur ki, Dərbənddən tutmuş, Cənubi Azərbaycan, Təbrizə qədər, İrəvan da daxil olmaqla bütün Azərbaycan bir olsun, Azərbaycan böyük bir dövlət olsun və bəlkə də mənim ömrüm buna çatmayacaq, amma siz gənclər bunu görəcəksiniz və bizim Azərbaycanımız böyük bir Azərbaycan torpağı olacaq. Mən buna inanıram. Hörmətli tədbir iştirakçıları, gəlin indi sözü liseyimizin 11-ci sinif şagirdi Solmaza verək. Qar deyir ki, günəş vur əriyə, yara deyil, məlhəm çəkəm kiriyə, bax çəkilən milyonlardan biriyəm, kimə açım, kimə deyim bu dərdi, başım üstə bayraq etdim haqqımı, güllə ilə sındırdılar şaqqımı, haqlı çıxdı. Haqlı çıxdı ədəbiyyat satqını, kimə açım, kimə deyim bu dərdi, qanatılandı ölüm yüklü güllələr, sinəmizdə çiçək açdı lalələr, yaddan çıxmaz o gecəki nalələr, kimə açım, kimə deyim bu dərdi, topladılar 100 dərənin suyunu, doldursunlar suya həsrət quyunu, başımıza açdılar 1001 oyunu, kimə açım, kimə deyim bu dərdi, cana gəlir dünya mənim odumdan, xəbəri yox ateşimdən, adımdan, sıxılmaqdan adım çıxır yadımdan, kimə açım, kimə deyim bu dərdi, tumarlanır bostanıma daş atan, addımını əyri atan, çaş atan, o silahlı mən əlimdə quş atan, kimə açım, kimə deyim bu dərdi, yurt yolunda 1000 qurbanlıq baş durub, hər addımda tarixləşən daş durub, qarşımızda qar boranlı qış durub, kimə açım, kimə deyim bu dərdi, kim unudar 20 yanvarı, əbədilik milyon qəlbin qübarı, 160 il vətən yarı, biz yarı, kimə açım, kimə deyim bu dərdi, kimə açım, kimə deyim bu dərdi. Azərbaycanda haqq ədalətin müdafiəsi yolundan canlarını keçmiş vətən övladları qanlı yanvarda xalqımızın salnaməsinə parlaq səhifə yazdılar.
İndi isə gəlin İlham və Fərizənin həyatından bir epizada baxaq. İlham, bir neçə aydır ki evlənmişik. Mən özümü dünyanın ən xoşbəxt qadını kimi hiss edirəm. Amma səni bu aralar çox yorğun, sıxıntılı görürəm. Bəlkə mən də işləyim. Bilirəm, səhər gedib axşam qayıdırsan. Bəlkə mənim də bir köməyim dəydi. Yoxsa evlənməyimizdə peşmansan? Yox Fərizə, sən nə danışırsan? Atamdan sonra mənə çətin olub, amma anam məni heç vaxt yalnız qoymayıb. Bizim toy günümüzdə bilsən, anam necə sevinmişdi. O mənim qulağıma pısıldamışdı. Oğlum, Allah səni bəladan qorusun. Mən sonra dedim, ana narahat olma, artıq bu günlər də görmüşəm. Qaldı ki, mənim fikir eləməyimə, nə bilim, dünya eşitdə. Bütün anlar elədi. O səni çox istəyir. İşdir, bir şey olsa, yox ola bilməz. Hə, anacan. Buyur ana, əyləş. Sizdən ötürü çox narahat idim. Fərizə, get anana çay gətir. Sizdən ötürü çox narahat idim. Deyirlər Rus qoşunu şəhərə daxil olub. Onlar hamısı cəmaatı qıracaqlar. Ana, mən getməliyəm. Buyur ana. Ana, mən getməliyəm. İlham, yox. Yox oğlum, çölə bayıra çıxma. Ana, mən getməliyəm. Bəs vətənim, bəs xalqım, sonra mən vətənim qarşısına necə çıxım? İlham, mən səni buraxa bilmərəm. Yox, mən getməliyəm. Sağ olun, İlham, sağ mən salamat. sənsiz yaşaya bilmərəm. İlham, getmə. Ağlama qızım, ağlama. Ana, ya Rəbb, bu neydi bizim başımıza gəldi? Mən onsuz nə edərəm? O mənə deyilim deyərdi. Mən ona məzunum. Onu mənsiz niyə buraxırsan? Ağlama qızım, o bizi tək qoyan deyil, geri dönəcək. İlham, məni qoyub hara gedirsən? Məni niyə sənsiz buraxdın? İlham, gözlərini aç. Ağlama bacım, bacım ağlama. Qardaşımın qanını yerdə qoymayacaq. Qatil gülləsi necə qıydı bu cavana? İlham, məni niyə sənsiz buraxdın? Gözlərini aç. Ağlama kızım, ona bir şey olmayacak. Canını sıkma. Ana! Mən nə yiyəcəm? Mən onsuz nə yiyəcəm? Mən artıq yaşaya bilmərəm. Mən bu dərdə dözə bilmərəm. Narahat olma kızım. Qanı yerdə Narahat olma. Onun kanı yerde kalmayacak. Ya Rəbb. Bu nə bəlaydı bizim başımıza gəldi. Axı, niyə onu... Niyə o getdi? Niyə? Niyə axı? Mən öz canıma qıyacam. Mən onsuz nə edərəm? Yox. Allahım məni bağışla.
məni bağışla. İlham, yanına gəlirəm. İndi isə sözü musiqiyə verək. Nənələrin dilindən şəhid balalarına deyilmiş bayatı parçalarına qulaq asaq. Sözlər sizdədir. Vətənimizin qəhrəman və igid balaları. 2A. Təki vətənimiz düşməsin dara, baxmayıb soyuğa, borana qara, cavab vermək üçün ağzınlara, hər bir çətinliyə düşdü şəhidlər. Qərənfillər qoşadır, ikisi yan-yanadır, sizdən qalan gülləri qərənfillər yaşadır. Ağla
ketsə. Dilində vətən andı, vətən Kəbə sandı. Oğuz vətən adına pərvanə kimi yandı. Yanvar, Bakı yas içindədir. Hər qarış torpağı övladlarının qanına bələnmiş ana şəfəqətli şəhər şəhidləri son mənzilə yola salır. İndi isə sözü yenidən gözəl bir şeirə verək. Kəmaləddin. Bu vətən, bu torpaq mənimdir deyib, üstündə vüqarla gəzdi şəhidlər. Əyninə qanından bir köynək geyib, düşmənin yolunu kəsdi şəhidlər. Təki vətənimiz düşməsin dara, baxmırıq soyuğa, borana qara. Cavab vermək üçün o azğınlara, hər bir çətinliyə dözdü şəhidlər. Arzusu göylərə yerə sığmayan, araza sığmayan, kürə sığmayan, nağıla, dastana, şeirə sığmayan, ən ali müqəddəs sözdü şəhidlər. Torpaq götürməsin bu qanı qardaş, gözləriniz yoxdur, torpaq tökülə, telləriniz yoxdur, sığal çəkilə, cəsədiniz yoxdur, kəfən bükülə. Biz necə oxşayaq yaranı qardaş, torpaq götürməsin bu qanı qardaş. Əliniz ümiddən qopmayıb hələ, qanınız torpağa hopmayıb hələ, sevirəm kəlməsi tapmayıb hələ. Qəfil güllə tapdı sevdanı qardaş, torpaq götürməsin bu qanı qardaş. Gələcəyin igid və qəhrəman qızları olan 2B sinif şagirdlərini səhnəyə dəvət edirik. Öldürdülər, partlattılar, zulüm verib ağlattılar, ürəkləri sızlattılar, sevenləri ayrıttılar. Neçə qəhrəman susturuldu həmin an, küçələrdə axdı qan, 20 yanvar günü. Bəla var başımızda, dil açdı daşımızda, qaldı yaddaşımızda 20 yanvar günü. Geriyə çəkilmədik, qorxu nədir bilmədik, şəhid olduq ölmədik 20 yanvar günü. Qarşımızda durdular, sinəmizdən vurdular, günahsızdık durdular 20 yanvar günü. Həmin gün şəhər Qərənfil dənizinə dönür. Qərənfillərin bəxtinə qara yazılır. Biz bugün vətən yolunda şəhid olan övladlarımızın qarşısında baş əyirik. Siz millətimizin fəxrisiniz. Nə qədər ki millət var, siz unudulmayacaq. Allah rəhmət eləsin. Allah rəhmət eləsin.